Vəzir Surxayoğlu Orucov 1956-cı il dekabrın 26-sında Tərtər rayonu Xoruzlu kəndində anadan olub. Orta təhsilini buradakı orta məktəbdə alıb. 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olub və bir ildən sonra hərbi xidmətə çağırılıb. 1977-ci ildə ordudan təhriz olduqdan sonra yarımçıq qalmış təhsilini davam etdirib. Vəzir Orucov ilk əmək fəaliyyətinə Tərtər çörək zavodunda başlayıb. 1984-cü ildə Rusiyanın Arxangelsk vilayətinə köçüb. 1992-ci ildə doğma torpağında gedən döyüşlərdə iştirak etmək üçün vətənə dönüb. 1992-ci il may ayının 4-də Tərtər özünə müdafiə batalyonuna daxil olub. Mübarizəyə sıravi döyüşçü kimi başlayan vəzir batalyon komandirinin müavini vəzifəsinədək yüksəlib. O batalyonun kəşfiyyat bölməsinin rəhbərliyini öz üzərinə götürmüşdü. Batalyon başlayacağı bütün döyüş əməliyyatlarından azı bir gün əvvəl özünü seçdiyi bir qrup döyüşçü ilə düşmən arxasına keçir. Onların canlı qüvvəsi texnikası barədə dəqiq məlumatlar gətirirdi. Onun həmişə uğurla keçən əməliyyatları döyüş yoldaşları ruhlandırır, onları qələbəyə səsləyirdi. Vəzir Orucov Marquşevan, Levnavarks, Madagiz, Akop Kamari, Sərsəng su anbarı, Drobon Çıldıran, Vaqauz kəndləri uğrunda gedən döyüşlərdə şəxsi şücaət göstərərək düşmənin neçə planını puça çağırmışdı. O 1992-ci il sentyabrın 1-də Çıldıran kəndi uğrunda gedən döyüşdə ağır yaralanıb. Bir müddət müalicə aldıqdan sonra yenidən cəbhəyə qayıdıb. O cəsur bir döyüşçü kimi həmişə döyüş əməliyyatlarının önündə gedirdi. Yoldaşları onu əfsanəvi qəhrəman kimi tanıyırdılar. 1993-cü martın 22-sində son döyüşünü verir. O, Ağdərənin Globus yüksəkliyi uğrunda gedən ağır döyüşdə